Nöqtəvi müsbət Q yükünün A nöqtəsində yaratdığı elektrik sahəsinin potensial fi olarsa, B nöqtəsində onun qiyməti nəyə bərabər olar? Bölgülər arasındakı məsafələr eynidir. Bizə A nöqtəsi üçün potensialı verib. Qeyd edək, fi A bərabərdir fiyə. Və B nöqtəsi üçün soruşur, fi B bərabərdir suala. İlk öncə potensialın düsturunu yazaq. Fi bərabərdir K Q0 bölünsün R düsturu. Və bu düsturu A nöqtəsi üçün yazaq. Fi A bərabər olacaq K vurulsun. Q0-mız, yəni yükümüz bizim Q-dür. Q bölünsün. R isə yükdən nöqtəyə qədər məsafədir. 1, 2, 3, 4. 4 bölgü olduğu üçün R-in yerinə yazırıq 4. Və fiyanı da bizə fi verdiyi üçün fiyanın yerinə fi yazsaq, fi bərabər olacaq KQ bölünsün 4-ə. Buradan KQ-nü təyin etsək, 4 qalxır finin yanına edir 4 fi. Bu bizə lazım olacaq. Bunu saxlayaq kənarda. Keçək bizə lazım olan fi B-ni təyin etməyə. Fi B-ni yazsaq, fi B bərabərdir K vurulsun. Yenə yükümüz Q. Bu dəfə məsafəmiz yükdən B nöqtəsinə qədər olacaq 2 məsafə, 2 bölgü bölünsün 2. Və KQ də 4 fi olduğu üçün bu 4 fini gətiririk, KQ-nü yerinə yazırıq. Onda fi B bərabər olacaq 4 fi bölünsün 2-yə. O da edir 2 fi. Deməli, doğru cavab oldu D variantı.